Hər gecənin əvvəli Ramazan ayı daxil oldu, onun gecəsi. Məsələn, xüftən namazından sonra sübh namazı necə vaxtımız var? Bunun əsnasında 2 rükət namaz var, onu qılasan. Hər rükətdə Fatihədən sonra 3 ixlaslıdır. Sübh namazı kimi qılınır. Niyyətin də budur. Ramazan ayının namazını qılıram qürbətən ilallah. 30 gün bu namazı qıl, gecə vaxtı. Allah özü deyir, hər qıldığı rükətə görə Allah 100.000 mələk yaradır. Bu 100.000 mələyin işi budur. Bunun günahları pozur. Bu bir işidir. İkinci işi budur. Bunun əməl dəftərinə savablar yazır. Üçüncü işi budur. Buna Allah mələklər yazır, hər gün yazır. Ora dərəcələrin qaldırır. Dərəcə qalxmasını yazır. Və elə bil hər rükətin müqabilində 70 dənə qul azad eləmişsən, o savabını verir Allah sana.